Salam dostlar, görülməyəsiz və əziz İnsaf Əli bəy Hidayətin 20 dəqiqə küsur bir səs qoyub və uzun məsələn haqqında danışıb, sonra yetişibdi, mənim adımı verib və mənim fikirlərim haqda danışılıbdı. Tamam, indi baxaq görək ki, İnsaf Əli bəy Hidayət mənim fikirlərim haqda nə deyibdi? Əcəba Hidayət bəyimizin bir müntəzəm və diqqətli fikri var, yoxsa yox? Hidayət bəyin dediklərində ciddi bir pərişanhallıq gözə çarpır. 20 dəqiqə küsür danışıblar. Amma mən o 20 dəqiqə küsürə qulaq asandan sonra baxdım, gördüm ki, o danışdığı səsin yalnız 41 saniyəsi lazımdır ki, göstərək ki, Hidayət bəyin zehnində necə bir pərişanlıq hakimdir. İndi isə Hidayət bəyin sözlərinə qulaq asaq, sonra mən bir neçə izah o danışıq haqda gətirim. Biz əvvəlcə dövlət quraq. Biz bunları görməliyik dünyanın müadilələrinə, bugünkü gücə baxmağa. Gücün olsa alacaqsan, gücün olmasa almayacaqsan. Şamili cənablarının istiqlalçıları vurmağa bir marağı var. Onları düşmən göstərməyə bir marağı var. Mən bunu da özünə də demişəm, canlı proqramda da demişəm. Şamili bəy bir istiqlalçı bir adamdır. Amma federal fikri ilə çalışır ki, İranlıların içində olsun. Ora fikir daşısın. Mən bunu da yəni belə görürəm. Amma o tərəfdən də belə bir zəifi də var ki, istiqlalçıları özünə və fikrinə rəqib görür. Ki, əlbəttə də rəqibdilər. Eşitdiyiniz kimi Hidayət bəy deyir ki, əvvəl gərək dövlət quraq. Əcəba mən və ya mənim kimi düşünənlər Azərbaycanda dövlət qurmaq istəmirlər. Bir yerel dövlət var, bir müstəqil dövlət var. Yəni federal çərçivədə yerel dövlət və ya bir mövcud dövlətin siyasi coğrafiyasından bir bölümü ayırıb orada müstəqil dövlət qurma. Və sonra deyirlər ki, gücün olsa dövləti qura biləcəksən, ya haqqını ala biləcəksən. Doğru da budur da. Bir hərəkatın, bir xalqın gücü olursa, siyasi gücü olursa, eləyə bilər ki, özünə dövlət qursun və öz haqqına malik olsun. Amma Hidayət bəy demirlər ki, hangi yolla, hangi söyləmlə və nətər o gücü əldə etmək olar. Mən amma ən son yaydığım səsdə yol seçimi qarşısında ünvanı ilə dəqiqən bunu danışmışam. Dəqiqən bu yol və ya söyləmi ki, onun vasitəsilə Türk toplumunda, Güney Azərbaycanda, Tehran, Kərəc, Qumda, Xorasanda, İsfahanda, Qəşqaistanda güc toplama mümkündür. Amma yəqinim var ki, özü də elə danışığında dedilə bir yerdə ki, sözlərimin o bəyənməyən yerlərinə qulaq asmırlar. Yəni, o əsas yerlərə, mühüm faktorlara gəldiyimizdə Hidayət bəy həm gözün yumub, həm qulaqlarını tıxıb. Ona görə də 20 dəqiqənin içində necə güc toplamaq olar bir toplumda, onun haqqında heç bir cümlə də etməyibdir. Amma Şamili ilə istiqlalçıların əlaqəsi necədir deyə, ya Şamilinin əlaqəsi istiqlalçılarına necədir deyə, deyir ki, Şamili istiqlalçıları vurmağa marağı vardır. Və hətta ondan pis, Şamili istiqlalçıları düşmən göstərməyə marağı vardır. Yəni, Hidayət bəycə mən həm istiqlalçıları vurmağa və həm də düşmən göstərməyə marağım var. Baxın, Hidayət bəyin 3-cü cümləsinə. Deyir ki, amma Şamili bir istiqlalçı adamdır. Direkt canlı yayınlarımda da demişəm, hətta Şamilinin özünə də demişəm ki, bu istiqlalçı birisidir və federal vasitəsilə bu fikri mərkəzə daşımaq istəyir. Yəni sözləri toplursaq, mən bir tərəfdən istiqlalçıları düşmən göstərmək istəyirəm, bir tərəfdən də özüm də istiqlalçıyam. Bunları Hidayət bəy deyir də, elə deyil. Son cümləsinə diqqət eləyin. Deyir, Şamili istiqlalçıları özünə rəqib görür. Bir anında düşünür ki, rəqib olmanın nə ziyanı ola bilər ki, deyə sözün rəqabət edə bilər deyə cümləsini davam edir. Yəni mən həm istiqlalçını vurmaq istəyirəm,
həm düşmən göstərmək istəyirəm, eyni halda istiqlalçıyam, eyni halda istiqlalçılarla rəqabət etmək istəyirəm. Əcəba hər kəs bu cümlələrə, bu sözlərə qulaq asırsa, o cümlələri ifadə edən zehniyyəti, pərişan bir zehniyyət tanımazmı? O zehnin qarma-qarışıq olmasını düşünməzmi? Halbuki istiqlalçı və ya istiqlaliyyəti düşünən bir insan onurlu bir fikrə malikdir. Bir siyasi düşüncədir. Azadcasına inanmaq və onu təbliğ etməyə haqqı var. O fikrinə mənim düşməncə davranmam gülünc səviyyədə bir sözdür. Mən fikir azadlığına, fikir özgürlüyünə dərindən inanan birisiyəm. İstiqlal federalizmi ələ alırsamsa, iki fərqli düşüncəni Türk xalqının Güney Azərbaycanda və ümumiyyətlə İranda milli maraqları mərkəzi və əsli hədəf tutaraq bu iki fikir, bu iki zehniyyət və ya iki söyləm ələ alınıb ələşdirilir. Bunu da mənim danışdıqlarımda bol-bol görmək olar. Qoyun bir başqa faktor da Hidayət bəydən deyim və sözlərimi bitirim. Hidayət bəy sözlərinin bir yerində deyir ki, Şamili bəzən bir sözə taxılır və əsli mövzunu qoyub o sözə taxılmaqla məsələni münhərif etmək istəyir. Və dediyi o sözdə o idi ki, Hidayət bəy danışığında bir yerdə bir neçə başqa milləti sərətan millət adlandırmışdı. Və mən bu sözün ifadəsi üçün İnsafəli bəyə etirazda bulunmuşdum və bu ifadəni ırqçı bir ifadə olaraq göstərmişdim. Hidayət bəy düşünürlər ki, mən yalnız bir cümləyə taxılmışam ki, deyirəm, niyə sərətan millətlər deyirsən? Bu göstərir ki, İnsafəli bəy sözün cövhərin, sözün əslin başa düşməyiblər. Mənim əsli sözüm orada o idi ki, bu ırqçı ifadəni bir Azərbaycan Türk aktivistindən eşidirsələrsə, bizim hərəkatın etibarı saqit olar. Hərəkatın sıralarında aktivistlər ırqçı, rasist tanınır və bu vasitə ilə hətta öz xalqımızın sıralarından insanlarımız bu hərəkətdən qaçar, diskinər, qorxar. Qalsın ki, başqa xalqlar, yəni qeyri-türk xalqlar bir türk aktivistinin, yazarının, jurnalistinin ağzından bu qədər təmiz bir ırqçı və rasisti cümlənin çıxması və bir neçə milləti sərətan millət adlandırmaq həm onun şəxsinə ki, bir aktivisti, həm hərəkatın etibarına ciddicə sədmə vurur və cəmaəti hərəkatımızın sıralarından və ya hərəkətimizə yaxınlaşmaqdan qorxudub, qaçırdıb, diskidir. Yəni Hidayət bəy ırqçı ədəbiyyatın hərəkatın içində olmasının ziyan və zərərlərini halən başa düşməmişdir. Yəni Hidayət bəyə yardımım üçün o tənqidimdə bu ırqçı ifadələr, ırqçı ədəbiyyat, ırqçı düşüncə hərəkatımızın içindən təmizlənməlidir. Bizim xalqımız ırqçılığın qurbanısıdır. Bizim aktivistimizin ağzından ırqçı və ya rasisti ədəbiyyat, cümlə, söz, millətlərə qarşı çox ziyan vericidir. Bu cür düşüncələrdən, bu ədəbiyyatdan kəsinliklə uzaqda qalmalıyıq. Ədəbiyyatımız cəzbedici olmalıdır, sempatik olmalıdır. Sözlərimiz insanları dəvət eləməlidir. Sözlərimiz o qədər güclü, məntiqli və demokratik olmalıdır. Ədəbiyyatımız o qədər demokratik və insancıl olmalıdır ki, başqa insanları və öz xalqımızdan insanlarımızı bu hərəkatın sıralarına yaxınlatsın. Halbuki rasisti ədəbiyyat və bu türlü xalqlara qarşı rasisti söyləmlər hər kəsi qaçırdar, o cümlədən bizim öz insanlarımızı milli hərəkata yaxınlaşmağa ciddicə əngəl törədər. Nə yazıq ki, Hidayət bəy mənim rasisti ədəbiyyatın istifadə eləməsinin qarşısında durmanı bir sözə, bir cümləyə taxıntım olmaz kimi qələmə verib və bu 20 dəqiqədə eşidənlərinə bu dərin yanlışlığı intiqal etmək istəyib. Məncə bu türlü intiqadi bəhslər nə qədər də o anda birinə acı, narahat edici və hətta üzücü də gəlsə, amma bir zaman keçəndən sonra onun müsbət təsiratı
bir insanın davranışında və ifadə formunda ciddi və müsbət təsir buraxır. Umuram hamımızın tənqidə qarşı dözümümüz artsın və bu sahələrdə nə qədər ki mümkündür özümüzü gəlişdirə bilək. Məni dinlədiyiniz üçün çox təşəkkür edirəm.